Geyimimiz, hüququmuz biridir. Şagirdidir hamımızın adı da. Elə bil ki boyumuzda eynidir. Aman Allah nə xoşbəxtlik biz onda. Bir müəllim töhmətiydi dərdimiz. Bir töhmətdən için yanardı. Hələ onda bilmirdik ki bunu biz. Bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı. Min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Hələ onda bu dünyanın şərindən, yalanından xəbərimiz yox idi. Qəm qüssəmiz, kədərimiz bir damcı. Hələ onda sevincimiz çox idi. Yazılanı bir silgi ilə pozmaqda bizim üçün nə asandı, nə asan. Xəbərsizdik ömrümüzə biz hələ. Taley yazan pozulmayan yazıdan. Dünya hələ bizim üçün nağıldı. Min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Ən təmiz arzulu günləri. Ən təmiz arzulu günləri.
ilk bakışlar, beraber gittiğim yollar bize ağlar. Dünyanı boş biz sanırdık, bilmezdik nedir ayrılık. Hiç kadrini bilmedik, ne yitirdik. Bir şirin yuxuydu məktəb illəri, həyat qəribədir, oyatdı bizi. Artıq böyüsək də arzular sönməz, məktəb illərini qaytarmaq olmaz. Məni axtar darxanda, səni qəm qüssə sıxanda, yorulub sərsən həyatdan, gözünün yaş axanda, məni axtar darxanda. Yorulub sərsən həyatdan, gözünün yaş axanda, məni axtar darxanda. Məni axtar boş otaqda, yoluna kölgə çıxanda, soyumuş güzgüdə bir qız sənə hiddətlə baxanda, məni axtar darxanda. Soyumuş güzgüdə bir qız sənə hiddətlə baxanda, məni axtar darxanda. Çıxmaram bircə sözündən, səni allam yer üzündən, çəkərəm mavi səmaya, öpərəm nəmli gözündən. Çıxmaram bircə sözündən, səni allam yer üzündən, çəkərəm mavi səmaya, öpərəm nəmli gözündən. Məni axtar gecə yarı, dayanıb yol kənarında, büzüşüb tir-tirə səndə, məni axtar darxanda. Dayanıb yol kənarında, büzüşüb tir-tirə səndə, məni axtar darxanda. Geyimimiz, hüququmuz biridir, şagirdidir hamımızın adı da. Elə bil ki boyumuzda eynidir, aman Allah nə xoşbəxtlik biz onda. Bir müəllim töhmətiydi dərdimiz, bir töhmətdən için yanardı. Hələ onda bilmirdik ki bunu biz bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı, min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anı bir ömrə bərabər seyirli
arzulu günleri. Hele onda bu dünyanın şerinden, yalanından haberimiz yok idi. Qəm qüssəmiz, kədərimiz bir damcı, hele onda sevincimiz çox idi. Yazılanı bir silgiyle pozmaqda bizim üçün nə asandı, nə asan. Xəbərsizdik ömrümüzə biz hələ, tale yazan pozulmayan yazıdan. Dünya hələ bizim üçün nağıldı, min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin, duyğulu, qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin, duyğulu, qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin, duyğulu, qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Məktəb Məzunlarımızı alqışlayaq. 20 il bundan qabaq məktəbi qutaran məzunlarımız təşrif buyurublar, alqışlayın onları, xoş gəlin. Səfa gətirmişsiniz əziz məzunlar. bizim üçün ağlardı, min arzuyla alışırdık, yanırdık. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin, duyğulu, qayğısız günləri. Hər an bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin, duyğulu, qayğısız günləri. Hər an bir ömrə bərabər seyirli. 11'ler yavaş yavaş gelsin. Çəkilişin ardın burada eləyərsiniz. Gəlin yavaş yavaş gəlin. 10 dəqiqə qalıb, saat 10'da ben başlayacağım tədbiri. Gəlsiniz də gəlməsiniz də. Her anda bu dünyanın şerinden, yalanından haberimiz yoktu. Ben güzeliz, kederimiz bir damcı, her anda sevincimiz çok iyiydi. Yazılanı bir silgiyle pozmakta bizim için bir arzuyla alışırdık, yanırdık. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin, duyğulu, qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri.
Temiz arzu Nerede olanlar da gelsin buraya, hamı gelsin. Hamı aşağı gelsin Temiz aşağı. arzu günleri En temiz arzu günleri Ömrümüzün ötən çağları. Dindirsən min kövrək xatirə söylər, o tanış partalar dərs odaqları. Parta arxasında oturduq 10 il. 10 il qapıları açdıq, bağladıq. Ərköyün illərin xatirəsini yaddaş çantamıza yığıb saxladıq. Yaddaş çantamıza yığıb saxladıq. Bugün bizim məktəbimizə son zəng tədbiridir. Tədbirimizi sizin alqışlarınızla açıq elan edirəm. Hamınız xoş gəlmişsiniz. 11-lər gələnə qədər 20 il bundan qabaq məktəbə əlvida deyən, məktəbi bitirən məzunları salamlayıram. Onlar bir nömrəli məktəbə də gedəcəklər deyə vaxt az olduğuna görə ilk öncə onlara söz vermək istəyirəm. Onların tədbirini öne çəkmək istəyirəm. Ondan sonra 11-lərlə birlərin görüşü və çıxışlar tədbirimizə başlayacaq. İcazə verin, 20 il bundan qabaq məktəb qutaran məzunların adından Elgiz Baxşaliyevi dəvət edək. Əvvəla, mən sizləri hamınızı salamlayıram, ilk öncə müəllimlərimi salamlayıram. Doğrudan da, mən dedim, məncə 20 il keçsə də rahat ola da söz demə, görəm yox. 11-də necə həyəcanlı idimsə, 20-də də həmin həyəcan var. O da məktəbin bəlkə də müqəddəs bir ocaq olduğu üçündür bu həyəcan. Tədbirlərdə nə qədər iştirak eləsək də, məktəbdə söz demək çox çətindir. İlk öncə də müəllimlərin qabağında söz demək. Çox sağ olun müəllimlər. Nə yaxşı ki, sizlər varsınız. Nə yaxşı ki, siz bizim müəllimlər olmuşsunuz. Valla, arada biz indi tədbirlərdə iştirak edirik, bəzi iş yerlərində uzanırıqsa, sizin sayənizdədir. Sizlərə minnətdarıq, sizlərə təşəkkür edirik. 20 illərimi salamlayıram, birincilərimizi salamlayıram, 11-cilərimizi salamlayıram.
İnşallah 11'lər məktəbi bitirirlər. Onların bir məşhur sözləri var. Deyirlər, müstəqil həyata qədəm qoyuruq. Bir yandan sevinirik, bir yandan kədərlənirik. Kədərimiz odur ki, məktəbi bitirdiyimiz üçün, məktəbdən ayrıldığımız üçün kədərlənirik. Sevinirik ki, müstəqil həyata qədəm qoyuruq. Mən deyərdim, sevinç o qədər də yadda qalmır, amma kədər həmişə yadda qalır. Məktəb yada düşəndə doğrudan da adam kövrəlir, kədərlənir, doluxur. Bu yolda 11'lərə uğurlar hazır edirəm. İnşallah ali məktəblərdən səsləri gəlsin. Birincilərimizə də 20'lərə baxıb həyatdan dərs alsın deyirəm. Biz bu vaxt vardı, biz də bu sıradaydıq. Vaxt vardı, biz də qalmışdı sırada. Deyirdi, görəsən bizim həyatımız necədir. 20'lər real sizin həyatınızdadır da. Yəni baxız, 20'lər bu belə olur. Yəni bu fakt, praktik həyatdır. Öpürəm sizləri, bir daha təbrik edirəm sizləri. Təşəkkür edirik Elgiz. İndi 20'liler, yəni məzunlar öz hədiyələrin birincilərə təqdim etmək istəyirlər. Buyurun, hədiyələrinizi təqdim edin. Bir alqışlayaq yenə 20'liləri. Sir saxladım eşqimi, son çək günü axırı yığdım cəsarətimi. İstədim yaxınlaşıb, açım ona sevgimi, mənə vermədi aman son zəng və salındı həmin an son zəng. Sevgimə vida deyir son zəng, salarak səda deyir son zəng, qoyaraq nida deyir son zəng, bizə əlvida deyir son zəng. İndi son zəng salacaq, qəlbimi qəm alacaq, bir yadigar qalacaq son zəng. Gözləsə salma hələ, bu anı alma hələ, dağlar çalma hələ son zəng. Çox belliydi o gün məktəbin divarları, hamı bir-biri üçün yazırdı şiarları. Köynəklərin üstünə çəkdi yadigarları, mənimsə bağlamadan son zəng. Ayrılıq dərddi yaman son zəng. Sevgimə vida deyir son zəng, salarak səda deyir son zəng, qoyaraq nida deyir son zəng, bizə əlvida deyir son zəng. İndi son zəng salacaq, qəlbimi qəm alacaq, bir yadigar qalacaq son zəng. Gözləsə salma hələ, bu anı alma hələ, nə olar çalma hələ son zəng. Gözləsə salma hələ, bu anı alma hələ, nə olar çalma hələ son zəng.
son zəng Məktəbdə qaldı çalan son zəng Sevgimə vida deyil son zəng Salaraq səda deyil son zəng Qoyaraq nida deyil son zəng Bizə əlvida deyil son zəng Niye benim mektupları çekmişsin? Aynen. Hale geçelim. Daha. Hangi kitap? Sen kimsin? Öyle ama. Kim kaldı? Ha. Bu taraftan gel. Aynen. Güzel. Ben çok şadım ki hayatın girintili, akıntılı yollarında 20 il orta məktəbdən ayrılıb, bu ildə mənim qabağımda dayanmışsın. Allah hamımızı var eləsin, işlərimizin avam eləsin inşallah. Məktəbin nə olduğunu demək artıqdır, məktəb tərbiyə ocağıdır. Tərbiyə həmin tərbiyədir ki, 20 il bundan sonra bu uşaqları buraya gəlir. Dünyada böyük binalar çoxdur. Mən çox elə yerlər olur ki, məktəbdə 10 böyük binaların, qalaların, məbadların qabağında durmuşam. Azad heyran qalmışam, heyrət eləmişəm. O binaların heç biri məktəbin verdiyini verdi. Bu məktəb elə şeydir ki, mən 45 il burada işləmişəm müəllim. Uşağı ağlaya-ağlaya bura yatırıblar, mənim uşaq yadımdadır. Gedəndə də görürəm ağlayır. 11-də. Mən niyə ağlayırsan? 2 gün ağlaya-ağlaya yatırıblar, ağlaya-ağlaya. Çünki o dünyada tapacaqlarını burada tapmışdı. Bugün bu məktəbdə bazılı tapanlar var, qardaşlığı tapanlar var. Bütün müəllimlər hörmətə layiqdir, hamı hörmətə layiqdir. Çünki yaxşı işlər görürlər, şahiddir. Ancaq çox az hallarda müəllimlər məhəbbətə də layiq olurlar. Yəni, hər adamın ürəyində bütün müəllimlər qalmır. Hər adamın ürəyində 1 ya 2 ya 3 müəllim qalır. Əgər mən kiminsə yoldaşında məhəbbətə layiq qalmışam, mən onlara minnətdarlığımı bildirirəm. Onlara təşəkkürümü bildirirəm.
Ben bu kadar. Emre sen de buradasın. Durma. Açıq Bu səs. kadar. Amma Emini mən çox istəyirdim. Ha? Dərs sinifdə həmçə ən çox Emini istəyirdiniz. Emini görünərdir. Ama Eminin hayatında öyle bir şey boş verdi ki Emini istemeyen olma. Heç kim istemiyor çok öyle olaydı. İkinci. Emin mənlə köşə yoldaşıdır. Emin mənim məhsulumdur, avazımdır. Manını gözəlmişəm. Sonra ümid edirdim ki, elə mənim yerimə o olsun, Allahın köməyi ilə. Bundan nə var, məndə olanlardan onu ötürmüşəm, Allahın köməyi. Tamam ötürə bilmədim. Allah onlara ömür verir. Herkes ikinci hakkınızdır. Bu münasibətle təbrik edirəm. Çünkü insan hayatında bazı şeyler hiç unudulmur. Bir zamanlar ne məktəbdə ad günü var idi. Yani bu keçən 10 illiklər, ne 20 illik, 30 illər. Ne de ki bu tədbirlər keçirilə bilərdi. Çünkü insanların maddiyatı o kadar da yaxşı dördü. Şimdi biz hamımız narazıyıq, diri dolana bilmirik. Amma Allah'a şükür çox yaxşı dolanırıq. En yaxşısı dövr elə budur. Cavan adam, indiki dövrdə sizi yaşlı olan adam desə ki, mən dolana bilmirəm, çox günüz bir şeydir. Bir vaxtda bizə böyüklərimiz, müəllimlərimiz deyirdi ki, elmin, mərifətin, hünərin varsa buyur gəl, yoxsa bu sənət aləmini ondan gəl. Yalansızdır. Elmin olsa, helmin olmasa, heç yerə gedə bilməzsən, müəyyən qədər helm də lazımdır. Şans da lazımdır, helm də lazımdır. Cəhd eləmək də lazımdır, amma hamısının qabağında, qarşısında birinci durandır ki, can salamatdır. Mən sizin hamımıza canı salamattır arzu edirəm. Canı salamat olsa, başı da ağramaz, gününüz xoş olar. Əgər bədənizdə naqislik olsa, gedəcəksə, falan, məndə nə var? Məndə nə var? Həkim də bir dənə şeyin üstünü onlara qoyacaq, sizə incidəcək. Allaha şükür yaxşısınız. Nasıl yaxşı görürəm. Amma mən sizin hamınızı tanısam da daha çox. O uşağı yaxşı yadımda qalır ki, oxumağına görə yox. Nəyə görə? Bacaracağına, hiləsinə, şansına görə. Məyaları biri mənə yaxşı gəldi. Harada qalır? Deməli, bilirəm, onda yonburda oxur. O vaxtı yaxın siz bilirsiniz ki, məktəbdə məcburiyyət yoxdur. İstəyirsən gəl, istəyirsən gəlmə. Biz də o qədər də əhəmiyyət vermir. Bu gəlir, mənə paxod edir. Nəsil mən deyir. Nə deyir? Kimin canısın, kimin canısın? Sizə görə gəlir amma. Mən bu məktəbə qədəm asmaram. Gəlmərəm. Mən heç marağımda deyil. Biraz da məhdumdur. Mən bilirəm ki, zarafat yana deyən sözü müəyyən qədər səmimiyyətlə qəbul edirəm. Günlərin bir günü bunun xəbəri yoxdur. Deməli, hakim mənim dayanıb Leylinin abidəsinin o bir tərəfində. Bu da dayanıb, maşallah indi biraz mindirləşir. Yalnızca bu vaxtı vurdum. Mən necə vurdum bilmirəm. Bu qalıb, arxası mənə tərəfdir. Mən də piləkənlərdən yavaş-yavaş düşdüm, gəldim. Gördüm budur. Bu belə vəziyyətdə qalır. Hakim müəllimlə, hakim müəllim öldürülür. Sana görə gəldirəm. Siz olmasınlar. Ben siz məhkəmə kimi bir şey gəldim buna bir dənə möhkəm yolum. İndi də bura. Drone havadadır.
yollar, ilk məhəbbət, ilk baxışlar, beraber gittiğim yollar bize ağlar. Dünyanı boş biz sanırdık, bilmezdik nedir ayrılık, heyif qədrini bilmədik, nə itirdik. Dostlarımız harda, harda müəllimlər, səninlə dərslərdən gizli qaçışlar. Xatırladım qəmlə son zəngimizi, sanki o səsilə ayırdı bizi. Bir şirin yuxuydu məktəb illəri, həyat qəribədir, oyatdı bizi. Artıq böyüsək də arzular sönməz, məktəb illərini qaytarmaq olmaz. Yazında gizli məktublar, ilk məhəbbət, ilk baxışlar, beraber gittiğim yollar bize ağlar. Bugünkü tədbirimizdə məktəbimizin 2003-cü il məzunları 20 illiklərini qeyd edirlər. Onların adından sözü Şahmarov Xalidə verirəm. Buyurun. Əziz müəllimlərim, əziz məzunlar, əziz 20-lilər, əziz birincilər, hamılıqla sizi xoş gördük. Sizi təbrik edirəm bugünkü gündən. İlk öncə, sevimli müəllimimiz Nərman müəllim başda olmaqla dünyasını dəyişmiş müəllimlərə Allahdan rəhmət, qalan müəllimlərimizə can sağlığı arzulayıram. Əziz məzunlar, bugün siz məktəb həyatından bitirir və həyat məktəbinə qədəm qoyursunuz. Bu həyat məktəbində sizi gözləyir böyük məsuliyyətlər, böyük uğurlar, böyük hədəflər və müəyyən çətinliklər. Mən sizə hər bir addımda diqqətli və ağıllı olmaq arzulayıram. Əli ilə Salamın bir kəlamı var, deyir, əgər bir insanın savadı ağıllından çoxdursa, o savad onun başına bəla olur. Mən sizə birinci ağıllı olmağa, hər addımda ağıllı addım atmağı arzulayıram və sonra savadlı olmağı arzulayıram. Əziz birincilər, əgər bir insan uşaqlıq saflığını özü ilə daşıya bilirsə, ona böyük adam deyirlər. Arzu edirəm ki, bu saflığınızı böyüyüb, özü ilə daşıyıb, böyük adam olasınız. 1-20 il sonra görüşmək ümidi ilə sağ olun. Elə bil ki, boyumuzda eyniydi. Aman Allah, nə xoşbəxtdik biz onunla. Bir müəllim töhmətiydi dərdimiz, bir töhmətdən için yanırdı. Hələ onda bilmirdik ki, bunu biz bir gün necə həsrətinə anarıq. Dünya hələ bizim üçün ağırdı, min arzulanışırdı, yanırdı. Özümüzü biz hamıdan ağırlar, özümüzü nə bəxtəvər sanırdı. Bekledilərim ömrümün ən şirin bulğular, söz bizlərim hər anın bir ömrə bərabər. Hələ onda bu dünyanın şərindən yalanından xəbərimiz yoxdur. Qəm düşsəmiz, kədərimiz bir damcı, hələ onda sevincimiz çox idi. Yazılanı bir sevgiyle pozmakta bizim için asandır asan. Habersizdik ömrümüze biz helal, talih yazan pozulmayan yazıdan.
bizim için nağıldır. Min arzuna alışırdı yanırdı. Özümüzü biz